Nə qəşəng dımdığınız var deyirəm sizin. Həmlə papağozum. Elədir. Neçə almısınız o dımdıqlı papağı? Necana xanım 5 dəqiqəyə gələm bir də oyun oynayayım ola. Abi dımdıqlı xanımla bir də oynayıb gələm. Ay dımdıqlı xanım, nağasız, nətəsiz? Siz deyəsən heç dımdıqlı xanım görməmisiniz. Yo, mən o qədər. TikTok'da tez-tez görmürəm dımdıqlı xanım biraz vaxtı. Görməyən İndi daha dımdığın sezonu başladı da. Dımdığın sezonu başladı. Öz nağasız, nətəsiz? Özümüz idi. Abi xiyar sezonu gəlir inşallah deyirəm, xiyar vurur. Heç nə, neyini? Gör nə deyirəm? Sən xiyar, yerpənə xiyarı xoş deyirsən, yoxsa patron? Ya, mən xiyar xoşlamıram ümumiyyətlə. Yo, abi öyə hansı, əsas hansı xiyardan alırsan? Evə xiyar almıram. Evdə bir dənə xiyar. Lakin xiyar xoşlamırsan. Evdə bir dənə Yaraq xiyar. deyirəm, tikanlı xiyar yaxşıdır deyirəm, yoxsa tikansız? Sizdə evdə hansını işlədirlər ən çox? Şaftalıya nə tər xoş deyirsiniz? Tüylü şaftalı xoş deyirsiniz, yoxsa tüysüz? Sən xoş deyərsən. Mən şaftaldan ötürü ölürəm. Hiss olunur. Mən ən sevdiyim şey, dünyada ana sütündən sonra mən ən sevdiyim şey şaftalıdır. Hiss olunur. Hiss olunur. Heç 69 olmusan sən mənə canım. Xəstə deyib Allah hamd olsun. Baş çək. Mən ölüm deyirəm, bax. Sən ölənlər olacaq. Sən Allah deyirəm, bax. Düzünü dinən, bax. 69 istəyir. Oh, ölmürəm ondan ötürü. O, bir yaxşı xanımla tutardı o. Mənə də tutmaz. Yo, mən...